İnsan hayat yolunda sadece fiziki bir döyüşçü değil. Əslində o, yeni bir yuxudan oyanmağa çalışan bir yolcudur. Bu oyanış, sistemin ona təqdim etdiyi saxta cənnəti rədd etməklə başlayır və gerçəkliyin acı verən işığına cəsarətlə üst tutmaqla davam edir. Bəzilərinin təsadüf adlandırdığı şeylərdə oyanmış şuur nəticə görür. Çünki artıq təsadüf yoxdur, sadəcə məqsəd var və o məqsədin yaratdığı nəticələr. Oyanışın qarşısındakı ən böyük mane, hər şeyi özünə bənzətməyə çalışan o şeytani fikurdur. Şeytan, kibir və dağıdıcı təbiəti ilə insanın azad iradəsini zəncirləyir. Şeytanın ən güclü silahı insanın iradəsini qırmaqdır. O qorxu pıçıldayır, şübhə yaradır. Seni qaranlıq səslərlə doldurur. Şeytan yalnız bədən qabığında yaşayanlarla istehza edir. Kör insana deyir, öz həqiqətini görə bilməyən insana, beləcə insanlığın həqiqətdən qaçışını üzünə vurur. Oyanış yolunda insanı ayaqda saxlayan tək güc, məntiqlə izah edilə bilməyən bağlılıqdır. Sistem üçün bu bağlılıq dəlilik kimi görünür. Amma oyanmış insan üçün bu dəlilik həqiqətə aparan yeganə yoldur. Bu yol inanmaq deyil, şahid olmaq yoludur. Və bu sarsılmaz iman, şeytanın qaranlığını boğan əsl işıqdır. Başlanğıcı olan hər şeyin bir sonu var. Oyanış, köhnə mənliyin ölümü və yeni bir şuurun doğuluşudur. Bu dəyişim ağrılıdır, çünki dəyişmək həmişə əvvəlcə acı verir. İnsan öz şeytanını məğlub etmək üçün Öz içinə inir, ən böyük qaranlığı ilə üzləşir və o qaranlığın içindən doğan nurla qəlbini işıqlandırır. Bu, nəfsin və şeytanın mütləq məğlubiyyətidir. Bir insanın oyanışı. İnsanın oyanışı insanlığın kollektiv şuurunda bir qapı açır. Oyanan insan artıq qurban deyil, oyanmaq istəyənlər üçün bir körpüdür. Çünki bir dəfə oyanan bir zehin heç vaxt köhnə sərhədlərinə geri dönə bilməz.